Hər sağınız aydın olsun, əziz izləyicilər. Ağsaqqal sözü verilişinin növbət sayında hər birinizi xoş gördük. Ekran qarşısında yerləşən izləyicilərimiz üçün bildirək ki, bugünkü verilişimizi Quba rayon Vəlvələ İnzibati Ərazi Dairəsinin Vəlvələ kəndindən hazırlamışıq. Auditoriyamızda elə bu İnzibati Ərazi Dairəsinə daxil olan kəndlərin sakinləridir. Auditoriyamızda salamlayırıq. Verilişimizin qonaqları Quba rayon Ağsaqqallar Şurasının üzvü İshak Xanıqov adına Qırmızı qəsəbəsi bir sayılı orta məktəbin direktoru Yavuşva Simanduyev, Çingiz Mursalov adına Vəlvələ kənd tam orta ümumi təhsil məktəbinin direktoru İsmail Fərzəliyev və Vəlvələ İnzibati Ərazi Dairəsinin icra nümayəndəsi Səbuhi Babayevdir. Bugünkü verilişimizin mövzusu qızların təhsili gələcəyin inkişafına açılan yoldur. Təhsil xalqın sosial, mədəni və iqtisadi rifahının yüksəlməsində çox önəmli bir faktordur. Cinsiyyətindən asılı olmayaraq təhsil prosesində bərabərliyi təmin etmək çox vacibdir. Belə ki, oğlanların təhsil alması ilə yanaşı qızların da təhsili olması gələcək nəsillərin daha yüksək uğur əldə etməsi üçün çox faydalıdır. Lakin təəssüflə qeyd etməliyəm ki, dini xurafata yuvarlanan bəzi valideynlər düşünürlər ki, güya qızların məktəbə getməsi onların tərbiyəsinin pozulmasına gətirib çıxarır. Əsasən kənd yerlərində son illərdə təhsil imkanlarının yaxşılaşdırılmasına baxmayaraq, bu imkanlardan təəssüf ki, daha çox oğlanlar yararlanır. Qız uşaqların təhsilinə isə ata-ana tərəfindən ancaq müəyyən yaşa qədər icazə verildiyi müşahidə edilir. Yavuşva müəllim, ilk sualım sizədir. Sizcə qızların təhsil alması niyə bu qədər vacibdir? Bugün gündəmdə duran mövzu çox aktual bir mövzudur. Mən bizim tarixə nəzər yetirdikdə baxıb görərik ki, Sovet hakimiyyətindən qabaq Azərbaycanda olan misinatçılar ildə bir dəfə, iki dəfə yığışıb millətin gələcəyi üçün müəyyən planlar cızardılar və planlar əsasında da özlərinin misinatlığını hansı istiqamətdə yönəltmək lazım gəldiyini bildirirdilər. Bugün bildiyiniz kimi Azərbaycan özünün istər mədəniyyətinə görə, milliliyinə görə, istər özünün dözümlülüyünə görə qızlarımızın kişilərlə çiyin-çiyinə bir yerdə nətər deyirlər, çalışmağına baxdıqda dünyada çox ölkələri geridə qoyub qabağa gedib və ancaq bir məsələ məni daim narahat eləyir. Mən artıq 38 ildə, 39-cu ilə keçir ki, məktəb direktoru işləyirəm. Bəzən bizim çox savadlı qızlarımız təhsillərini ali məktəb partaları arxasında davam etdirmək əvəzinə onların valideynləri onları ali məktəbə göndərmirlər. Qadağan edirlər və bu da böyük bir bəladır, böyük bir səhvdir. Oğlan belədir ki, oxumasa da ailəsini dolandırmaq üçün hər hansı bir işə verib özünü, əgər doğrudan da namusu, qeyrəti yerindədirsə, öz ailəsini fəhləliklə də dolandıracaq. Bugünkü gündə qadınlarımız, qızlarımız heç kəs bilmir ki, bugünkü gündə kimin başına nə gəlir. Ailə də qurulur, ailə dağıla da bilir. Ata-ana qız uşaqları üçün daimi deyil, heç kəs üçün daimi deyil və qız uşağı məcbur olmalıdır ki, məcbur olur ki, özünü və yaxud da ki, uşağını saxlamaq üçün əlində müəyyən bir sənət olarsa, o sənət dalınca gedib işləməklə öz ailəsini, özünü saxlaya bilər. Bu baxımdan ən aşağısı, bu baxımdan baxsaq, qızlarımızın təhsil alması mütləqdir, lazımlıdır və bugün bunsuz ötüşmək olmaz. Əgər ailədə uşaq dünyaya gəlirsə və o uşağa tərbiyə verən evdə anadır. Biz kişilər isə çöl adamı yox, gedirik bir parça çörək qazanırıq, qayıdırıq evimizə gəlirik. Uşaqlar ananın yanında olur və ana savadlı olanda, hətta heç işləməsə də, ana savadlı olanda o uşaqların tərbiyəsi ilə daha yaxşı məşğul olur, onların ev tapşırıqlarını icra edilməsinə, onlara həyatı öyrədir, onlara dözümlülüyü öyrədir, onlara ailədə baş verən hər hansı bir hadisəyə qarşı əsl anadırsa, əlbəttə ki, oradan çıxış yollarını öyrədir balaca yaşlarından. Yəni, mənim bir şüarım var. Qadınlar əgər kişilərlə çiyin-çiyinə işləyirsə, təhsildə də bu belə olmalıdır. Çox sağ olun, Yavuşva müəllim. Heç kimə sir deyil ki, erkən nikah qızların məktəbdən kənarda qalmasına, təhsil alma imkanlarının məhdudlaşmasına və nəticə olaraq onların cəmiyyətin tam hüquqlu üzvü kimi inkişaf etməsinə mane olur. İsmail müəllim, sizcə qızların təhsildən yayılmasının qarşısını almaq üçün təhsil müəssisələrində belə valideynlər üçün mütəmadi olaraq təhsilin əhəmiyyəti mövzusunda maarifləndirici görüşlər keçirilməlidirmi? Bugünkü gündə həqiqi mənada gender bərabərliyi kimi qızların da təhsil almasını vacib məsələlərdən biridir. Onu deyərdim ki, məktəblərdə həqiqətən bu sahədə, bu istiqamətdə böyük işlər görülür.
Yəni biz vaxtaşırı məktəbin özündə, yəni sinif valideyn iclaslarını unutmuş məktəb valideyn iclasları qədər, yəni bu haqda, bu məzmunda söhbətləri biz valideynlərlə aparırıq. Yəni həqiqi mənada məndən qabaqki çıxış eləyən Yavuz müəllim, yəni o da qeyd elədi ki, ailədə ananın savadlı olmağı önəmli, yəni bir faktordur. Yəni ana nə qədər savadlı olarsa əgər, o gələcəkdə öz uşaqlarının böyüməsində, öz uşaqlarının yəni istiqamətləndirməsində yəni böyük rol oynaya bilər. Yəni deyərdim ki, bu bizim cəmiyyətimiz həqiqi mənada ondan ibarətdir ki, bu günləri ata çöldə işləyən, zəhmət çəkən belə deyək, əsasən uşaqların, övladların tərbiyəsinə məşğul olan anadır ki, ana da savadlı olmalıdır. Düzdür, bizim tariximiz yəni çox uzaqlara gedib çıxır ki, tariximizdə belə hallar olub, erkən nikah, nə bilim, tez qız böyüdü, bir balaca onun ad eləsinlər, versinlər, belə hallar olurdu. Yəni bunu öz təcrübəmdə də görmüşəm. Məsələn, artıq 35 ilə yaxındır ki, mənim pedaqoji sahədə iş stajım var. Yəni bu sahədə öz təcrübəmdə görmüşəm ki, əvvəlki illərdə, ilk illərdə buna rast gəlirdi. Məktəbdə qızların oxumasına mane olanlar, valideynlər var idi, belə valideynlər ki, qız nədir, oxumasın, nə bilim, köçüb gedəcək, nə edəcək, çörəyi olacaq. Amma belə düşünmək lazım deyil. Bu çörəyi olacaq, amma savadlı ana olanda daha yaxşı olar ki, o öz uşaqlarına da istiqamət verə bilər. Yəni artıq bu hallar son illər yoxdur, demək olar ki. Hal-hazırda bizim demək olar ki, 11-ci sinif buraxılış siniflərimizdən çoxu qəbul olan uşaqların ali məktəbə qəbul olunanların içərisində qızlar daha çoxluq təşkil edir. Yəni bunu görürük, şahidik. Valideynlər də artıq o valideynlərdən deyil, artıq valideynlər də dəyişilir, valideynlər də öz uşaqlarının, övladların gələcəyi üçün yəni qızların oxumasına önəm verirlər. Çox sağ olun İsmail müəllim. Qız uşaqlarının təhsil hüququnun qorunması heç kimə sir deyil ki, cəmiyyətin gələcəyi üçün mühüm əhəmiyyət kəsb eləyir. Biraz əvvəl Yavuz müəllim də böyük məsləhət Hacı Zeynalabdin Tağıyevdən misal çəkdi. Bir misalda mən çəkmək istəyirəm. Hacı Zeynalabdin Tağıyev əbəs yerə demirdi ki, təhsilli qadın, təhsilli şəxs, təhsilli ailə və təhsilli gələcəkdir. Yavuz müəllim, yeniliyə açıq olmayan cəmiyyətlərdə oğlan uşağının ailənin təməli kimi, qız uşağının isə daimi olmayan ailə üzvü kimi görülməsi təhsil alma prosesində cinsiyyət fərqliliklərinə gətirib çıxardan səbəblərdən biri ola bilərmi? Mənim fikrimcə yox. Müasir Azərbaycan cəmiyyətində bugünkü gündə bizim cəmiyyətimiz Avropa, sivil Avropa dövlətlərində uyğun olaraq inkişaf edir, inkişaf etməkdədir. Bunun bu istiqamətdə bizim Respublikamızın birinci vitse-prezidenti Mehriban xanımın böyük işləri var, əməyi var. Müxtəlif istiqamətlərdə qadınlarımızın irəli çəkilməsi, onların elm və eyni zamanda incəsənət sahəsində deməli onların aşkara çıxartılıb, onlar üçün yolların açıq olması buna gətirib çıxartır ki, birinci növbədə oğlan uşaqları ata-babadan nəsli davam etdirmək üçün olan şəxslərdilər. Bu, yəni ki, bizim cəmiyyətdə deyəndə ki, Azərbaycan milli tarixində belə qəbul edilir. Bunu biz ya təzələyə bilməliyik, ya köynəldə bilməliyik. Ancaq gəlin bir həqiqətdən heç vaxt qaçmayaq. Dünya əbədi deyil heç kəs üçün. Bugünkü gündə bir gün həyata gələn, bir gündə bu həyatdan köçüb gedəcək. Başımızı yastığa qoyanda başımızın üstündə birinci bizim qızlarımız gəlib dayanır. Bizim qulluğumuzda onlar gəlib dayanırlar. Yəni bizim qızlarımız bizim başımızın tacıdır. Analarımız bizim namusumuzdur, qeyrətimizdir onlar. Yəni mən onları heç vaxt, onları bir tərəziyə qoysaq ərəsini bir gözə heç bir ağır gəlməz. Onlar bərabər hüquqlu insanlardılar və bugün cəmiyyətdə eyni cəmiyyət üçün, ailə üçün eyni yük daşıyırlar. Lakin əsl ailə ondan ibarət ola bilər ki, olmalıdır ki, onlar bir-birini həyatda, ailədə düzgün başa düşsünlər. Əgər bizim balalarımız, qız balalarımız oxumaq istəyirsə, onlara dəstək durun. Onlara kömək eləyin. Onları acılamayın. Və bir sirri də deyim, mən xahiş edirəm, qız uşaqlarına erkən yaşlarında o telefonlar alıb verməyin, o TikToklardan uzaq eləyin. Bilirsiniz ki, rayonumuzda bu dəqiqə bu il ərzində neçə intihar hadisələri qeydə alınıb az yaşlılar arasında. Onlara uymasınlar. Adi bir dənə telefon verin, lazımdırsa ondan istifadə eləsin.
Ancaq o Android-dir, nə bilim, nədir, belə şeylər lazım deyil. Adi 25-35 manata bu ərəfədə olan telefonları verin, qoy qalsın, istifadə edə bilər. Lakin o müxtəlif şəbəkələr vasitəsilə bizim onsuz da müxtəlif kinolar əvvəllər göstərirdilər. O kinolar vasitəsilə bizim milliliyimizə xələl getirən, bizim özümüzün də hiss etmədiyimiz təqdirdə bizi o tələyə salmaq istəyən müxtəlif verilişlər, xarici kanallar çox idi. Ancaq bu günlər çox şadam ki, mən ki, dövlət səviyyəsində hətta bizim artistlərimizin kino verilişini aparan insanlarımızın, mədəniyyət işçilərimizin də kamera qarşısında bizim milliliyimizi qoruya bilən formada geyiminə də fikir verməlidir. O, necə deyərlər, gözəlliyinə də fikir verməlidir, nitq qabiliyyətinə də fikir verməlidir. Çox sağ olun Yavuz müəllim. Dinlədiyinizə görə təşəkkür edirəm mən də. Sağ olun, çox sağ olun Yavuz müəllim. Əkinçilik və maldarlıqla məşğul olan ailələrdə uşaqların təhsildən yayınması halları daha çox müşahidə olunur. Bəzi hallarda isə baxımsız və valideyn nəzarətindən kənarda qalan uşaqlar təhsil davamiyyətinə riayət eləmir. İsmail müəllim, sizlə davam eləmək istəyirəm. Bax, sizcə uşaqların təhsildən kənarda qalmasına məktəblərdə davamiyyətə olan nəzarət işlərinin zəif təşkili də səbəb ola bilərmi? Bu günləri Elm və Təhsil Nazirliyi tərəfindən, Quba Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən və Quba sektoru tərəfindən bizə gələn təlimatlar, yəni bizə elektronlaşma ilə yəni davamiyyətinin yoxlanması, hətta onların da nəzarəti birbaşa məktəblərdə hal-hazırda yəni elektron qaydada davamiyyət məsələsinə baxırıq. İndi bunlarla birbaşa bu hallara qarşı mübarizə aparmaq deməkdir ki, davamiyyət də təsir edə bilər. Davamiyyətə zəif olsa, əlbəttə ki, uşaq məktəbdən yayınıb, onun əməyindən, deyək, kənd yerində olan işlərdən istifadə edib, davamiyyətə təsir edə bilərlər. Ancaq hal-hazırda o təlimlər, təlimatlar, daha doğrusu bizə gələn təlimatlar ona, yəni belə deyək ki, imkan vermir ki, məsələn, o uşaq dərsdən, davamiyyətdən yayınsın və evdə qalıb onun əməyindən istifadə eləsinlər. Belə hallar azdır. Artıq demək olar ki, yoxdur. Biraz da belə də baxmaq olar ki, kənd yeri olduğu halda artıq bu işlərin görülməsi valideyn texnika ilə yəni öhdəsindən gələ bilir. Demək olar kənddə texnikanın sayı, yəni bu olan avadanlıqlar, hal-hazırda kənd zarafatının lazım olan avadanlıqların olması bir o qədər əl əməyindən, uşağın əməyindən istifadə eləməyə yəni sərhəd qoyulur. Yəni, bu hallar yəni artıq aradan qaldırılır, davamiyyətdəki məktəbdə öz əksini tapır ki, uşaqlar yayınmasınlar. Çox sağ olun İsmail müəllim. Bax, ekspertlərin fikrincə məktəblərdə valideynlə müəllim arasında səmərəli əməkdaşlığın və məlumat mübadiləsinin gücləndirilməsi istiqamətində tədbirlərin aparılmasına böyük ehtiyac var. Yavuz müəllim, İsmail müəllim, istərdim hər ikiniz bu fikrə münasibət bildirəsiniz. Gəlin sizdən başlayaq. Bilirsiniz, Elkin müəllim, məktəb, cəmiyyət o vaxtı yaxşı istənilən formada işləyər ki, orada bir üçbucaq deyilən bir üçbucaq var. Müəllim, şagird, valideyn üçbucağı. Bu üçbucaq bir yerdə əgər bir nöqtəyə vurursa, orada müvəffəqiyyət əldə etmək olar. Yox, əgər ərisi bir tərəfə dartırsa, orada heç bir müvəffəqiyyətdən danışmaq mümkün deyil. Müəllim, belə deyək, müəllim məktəbdə sinif otağında dərs deyir, şagird həmən dərsi dinləyir, ev tapşırığını qeyd edir, gəlir evə. Vay o gündən ki, valideyn o ev tapşırığını uşağından soruşmur. Əgər valideyn maraqlanmırsa ki, sən doğrudanmı əsasən də oğlan uşaqları məktəbdəsənmi və yaxud da internet klubdasanmı və yaxud da ki, başqa bir yerdədir, ondan maraqlanmırsa, əlbəttə burada o tarazlıq pozulur, tərbiyə pozulur. Və bu baxımdan da bugünkü gündə şəxsən rəhbərlik etdiyim məktəbdə mən bizim bir belə deyək də xüsusi komissiyalarımız var. Qızlar arasında iş aparan komissiya, bir də ayrıca oğlanlar arasında iş aparan komissiyamız var. Və o komissiya vasitəsilə bilirsiniz ki, qızla oğlan uşaqları arasındakı o müəyyən fərqlər var ki, onların o xüsusiyyətinə uyğun şəkildə onlarla danışmaq lazımdır. Və biz də məktəbimizin nüfuzlu müəllimlərindən 3 nəfər ayırırıq, bir sədr, 2 nəfər də komissiya üzvü. Belə hallar baş verərsə, onlar uşaqlarla fərdi qaydada danışırlar, söhbət aparırlar,
valideyni məktəbə dəvət edirlər, onu rəsmiləşdirirlər, protokollaşdırırlar. Və bugün mən deyərdim ki, işlədiyim məktəbdə bu cür hallar qəti yoxdur. Çox sağ olun müəllim. İsmail müəllim, sizin fikirləriniz? Mən də onu qeyd etmək istərdim ki, yəni qoyulan tələblərə həqiqi mənada biz var gücümüzlə çalışsaq, davamiyyətdir. Yəni şagirdin məktəbə gəlməyinin, yəni tələb eləsə əgər yayınmalar az olar. Məsələn, bizlə bərabər onu deyərdim ki, polis əməkdaşları da il ərzində bizim məktəbdə şagirdlərlə görüşlər keçiriblər. Yəni onlar da şagirdlər qarşısında öz fikirlərini çatdırıblar. Yəni bizə kömək eləmək deməkdir bu elə. Yəni bir çox başqa strukturlardan da yəni bizim məktəbdə şagirdlərlə görüşlər olub ki, bunlar da elə davamiyyəti, yəni o təhsilin yəni keyfiyyətini artırması üçün bir çox böyük amillərdən biridir. Yəni biz artıq o kənardan olan, təhsildən kənar o yoldaşların, əməkdaşların, şagirdlərlə görüşməyi həqiqi mənada bizə də kömək deməkdir. Yəni bu qədər dedikləri Çox sağ olun İsmail müəllim. Verilişimizin sonuna yaxınlaşırıq. Ona görə də bu məqamda istərdim ki, elə sözü Vəlvələ İnzibati Ərazi Dairəsinin icra nümayəndəsi Səbuhi Babayevə verim. Buyurun Səbuhi müəllim. Təşəkkür edirəm sizə, Allah'ın sağ olasın. Gələn qonaqlara, vətəndaşlara təşəkkür edirəm ki, dəyərli vaxtınızı bizlərə ayırdınız. Ərazimizdə belə maarifləndirmə tədbirləri həyata keçirdiyiniz üçün minnətdarım hər birinizə. Bu layihənin həyata keçirilməsində Ruh rayon İcra Hakimiyyətinin başçısı cənab Ülqar Mahmudova, Qafqaz Tepe rəhbərliyinə təşəkkürümü, minnətdarlığımı bildirirəm. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun Səbuhi müəllim. Ana nə qədər təhsilli, dünya görüşlü olarsa, onun yetişdirdiyi övlad da bir o qədər savadlı, cəmiyyət üçün faydalı olar. Bunu nəzərə alıb cəmiyyət olaraq gələcəyin anası olacaq qızların kamil, intellektli və təhsilli insan kimi yetişməsinə hamımız birlikdə şərait yaratmalıyıq. Belə, əziz izləyicilər, Ağsaqqal sözü verilişinin bir sayının da sonuna gəlib çatdıq. Ekran qarşısında əyləşən izləyicilərimiz üçün bir daha xatırladım ki, bugünkü verilişimizi Quba rayon Vəlvələ İnzibati Ərazi Dairəsinin Vəlvələ kəndindən hazırlamışdıq. Qonaqlarımı bir daha xatırladım sizə. Qonaqlarım Quba rayon Ağsaqqallar Şurasının üzvü İshak Xanukov adına Qırmızı qəsəbəsi bir sayılı orta məktəbin direktoru Yavuşva Simanduyev, Çingiz Mursalov adına Vəlvələ kənd tam orta ümumi məktəbinin direktoru İsmail Fərzəliyev və Vəlvələ İnzibati Ərazi Dairəsinin icra nümayəndəsi Səbuhi Babayev idi. Auditoriyamızda ilə həmin Vəlvələ İnzibati Ərazi Dairəsinə daxil olan kəndlərin sakinləri təşkil edirdi. Sağ olun, sağlıqla qalın. Növbəti verilişlərimizdə görüşmək ümidi ilə Tanrı sizi qorusun.